Artıq kredit riskləri sığortalanacaq, bu isə faizlərin azalmasına şərait yarada bilər. İstehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanması nəzərdə tutulur. Bununla bağlı Mərkəzi Bank yeni qaydalar hazırlayıb və onların yaxın vaxtlarda təsdiqlənməsi gözlənilir. Yeni qaydalar kredit riskinin sığortalanmasına imkan verəcək. Nəzərə alsaq ki, söhbət istehlak, o cümlədən ipoteka kreditləri üzrə risklərin sığortalanmasından gedir. Bəzi hallarda vətəndaşlarımız krediti götürürlər, amma onlardan asılı olmayan səbəbdən həmin kreditin ödənilməsində çətinlik yaranır. Vətəndaşımızın iş yeri bağlanır və ya işdən azad olunur və ya bir sıra digər birbaşa onun özündən asılı olmayan hallar baş verir və nəticədə bu da həmin kreditin geri qaytarılmasında çətinlik yaradır. Və kreditin və ya kredi riskinin sığortalanması belə hallar baş verən zaman kreditin sığorta şirkət tərəfindən ödənilməsinə imkan verəcək. Vüqar Bayramovun sözlərinə görə, kredit risklərinin sığortalanması həm vətəndaşları maliyyə baxımından qoruyacaq, həm də bankların risklərini azaldacaq. Bu isə kommersiya banklarının daha aşağı faizlə, xüsusilə ipoteka kreditləri təqdim etməsinə stimul yarada bilər. Çünki nəticədə artıq risklər sığortalanıb, bu o demək ki, kommersiya bankı faiz dərəcəsini azalda bilər və daha aşağı faizlə həmin krediti təklif edə bilər. Nəticədə sığorta xərcinin əlavə olunması kredit faizində artımları gətirib çıxarmaya bilər. O baxımdan daha məqsəd uyğundur ki, xüsusən də Mərkəzi Bank tərəfindən sığortalanan kreditlər üzrə faiz dərəcələrinin aşağı salınması və ya sığorta xərcinin faizə daxil edilməsi tövsiyə olunsun. Nəticədə bu imkan verə bilər ki, kredit faizləri artmadan kredit riskləri sığortalansın, həm kommersiya bankları tərəfindən daha çox kreditlərin təklif olunması, həm də vətəndaşlarımız tərəfindən krediti ödəyə bilmədiyi halda sığorta şirkət tərəfindən həmin ödənişlərin həyata keçirilməsi mümkün olsun. Millət vəkili onu da bildirdi ki, yeni qaydaların tətbiqi ipoteka, istehlak və real sektor üzrə kreditləşmənin genişlənməsinə, maliyyə bazarında daha əlverişli şərtlərin formalaşmasına töhfə verəcək. Ruzana Kərimli, Elbrus Kərimli, Xəzər xəbər.